السلام عليكم ورحمة الله. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. عباد الله أوصيكم ونفسي بتقوى الله. Əziz müminlər, günlərin seyyidi cümə günündə, məkanların alisi Allah evində əvvəla özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Mühərrəm ayıdır. Seyyid-i Şühəda Əbu Abdullah Hüseyin əleyhissalamın şəhadət matəm ayıdır Mühərrəm ayı və söhbətlərimiz də İmam Hüseyin əleyhissalamın Kərbəlası, İmam Hüseyin əleyhissalamın Aşurası, İmam Hüseyin əleyhissalamın hədəfləri, məramları barəsində davam edirdi. İmam Hüseyin əleyhissalamın 3 mərasimində bir mövzu başlamışdıq, bir məsələnin barəsində danışırdıq. Təbii ki, yarımçıq qaldı, dedik ki, inşallah nəsib olsa, cümə xütbələrində bunu davam etdirərik. O da bundan ibarət idi ki, İmam Hüseyin əleyhissalamın yazdığı məktublar, o həzrətin əsas məqsədini, əsas amallarını bizlərə çatdıran mesajlardır. Ki, bir neçə məktubları barəsində həzrətin danışmışdıq. Sonuncu söhbətimiz İmam Hüseyin əleyhissalamın Məkkə valisinə yazdığı bir məktub idi ki, Məkkə valisi İmam Hüseyin əleyhissalama Abdullah ibn Cəfərin vasitəsilə bir məktub yazmışdı ki, əslində bir əmannamə idi ki, biz sənə əmannamə veririk, amandasan, Məkkədə qorxma. Əlbəttə, şərtləri də bundan ibarət idi ki, gərək Yezidin xilafətini qəbul eləyəsən, ona beyət eləyəsən, bu təqdirdə sən amandasan. O həzrət Məkkə valisinə bir məktub yazdı. وَقَدْ دَعَوْتَ إِلَى الْأَمَانِ وَالْبِرِّ وَالصِّلَةِ فَخَيْرُ الْأَمَانِ أَمَانُ اللّٰهِ. Sən ki, məni amannamə ilə əmniyyətə dəvət edirsən, mənim canımı deyirsən ki, amanda olacaq, sən belə bir cəsarət eləmirsən ki, mənə bir əmannamə göndərəsən. Mən də sənə cavabında deyirəm ki, ən gözəl amannamə, ən gözəl əmniyyət Allahın əmannaməsidir. Yəni, yalnız və yalnız ilahi çətir, ilahi güvənin altında insan amanda qala bilər. Allahdan başqa heç kimin çətri altında insan əmniyyətdə ola bilməz. وَلَنْ يُؤْمِنَ اللّٰهِ يَوْمَ الْقِيَامَةِ مَنْ لَمْ يَخِفْهُ فِي الدُّنْيَا. Hər kim Allaha iman gətirsə və Allahdan qorxsa, o dünya qorxusu olmaz. Dünyada kimdənsə qorxmaz, kimdənsə çəkinməz və kiminsə amanının altına girməyə səy göstərməz. فَنَسْأَلُ مَخَافَةَ فِي الدُّنْيَا تَوْجُبَ لَنَا أَمَانَةَ يَوْمَ الْقِيَامَةِ. Mən dünyada kimdənsə qorxmaq, kiminsə amanının altında olmağın əvəzinə Allahdan qorxmağı və qiyamətdə Allahın əmniyyətinin, amanının altında olmağı üstün tuturam. Və o həzrət bir hədis-i qüdsi, bir kəlamla sözünü yekunlaşdırır ki, o kəlam da hamısının bir ibrətdir. Allah mütəal hədis-i qüdsidə buyurur və izzəti və cəlalı, and ola izzətimə və cəlalıma. Allah sadə bir halda and içməz və Allahın andı bizim andlar kimi deyil. Biz andımızı tutarıq ya tutmarıq. İlahi and budur ki, bu mütləq baş verəcək. Bundan başqa cür olması qeyri-mümkündür. La əcmə'u əbədən li'abdi əmnəyn və la əcmə'u aleyhi əbdən xavfeyn. Allah mütəaldır ki, mən bir bəndəmə 2 dənə qorxu vermərəm və mən bəndəmə 2 dənə də əmniyyət vermərəm. Yəni, mən bəndəmdə 2 qorxunu bir yerdə cəm eləməmişəm və mən bəndəmdə 2 dənə əminamanlığı bir yerdə cəm eləməmişəm. Bu sözün mənası nədir? Bu sözün mənası budur ki, yəni, bəndəm
dünyada qorxu içində yaşayıbsa, mən də ona axirət qorxusu yaşatmaram. Adam bir dəfə qorxar, Allah deyir. Bu ki, dünyada qorxdu, bu dünyada məndən qorxa-qorxa yaşadı, harama əl uzatmadı, günaha əl uzatmadı, vaciblərdən çəkinmədi. Allahdan mən qorxuram. Düz danışdı, yalan danışmadı, qeybət eləmədi, Allah qorxusu xatirinə. Deyirəm, mən bu cür bəndəm, dünyada qorxa-qorxa yaşayıb da. Bu dünyada məndən qorxurdu da, mən axirətdə ona niyə qorxu verim ki? Ona mən qorxu verməyəcəyəm. Və bir insan əmniyyətdə özünü hiss elədi, əgər dünyada özünü əmniyyətdə hiss elədirsə, mən ona axirətdə əmniyyət vermərəm. Sən dünyada zaten əmniyyətdə yaşıyordun da, mən sənə axirətdə niyə əmniyyət verim ki? Mənim axirətdə əmniyyətim, əminamanlığım onlar sondur ki, dünyada əminamanda olmadılar. Mənası budur ki, yəni bir insan dünyada özünü ehtiyatsız hiss eləyir, heç nədən çəkinmir. Deyir, elə burada mənəm Bağdadda kör xəlifə. Günah eləyir, vecinə döyür. Mərdəmazarlıq eləyir, vecinə döyür. İnsan haqqı yeyir, vecinə döyür. Deyir ki, mən fikirləşir ki, öz-özlüyündə, məsələn, məni arxam falan kəsdi, özünə əminamanlıqda hiss edir. Asaram, kəsərəm, hər şeyi neyniyir? Özü üçün məqbul hiss edir, düşünür ki, dünyada mən rahatam. Allah mütəallidir ki, onun axirət əmniyyəti olmayacaq. Sən ki, dünyada elə özü əminamanlıqda hiss elədin, rahatçılıqda hiss elədin, bunun axirət əminamanlığı olmayacaq. Bəli, bəs Allahdan qorxmaq. Burada mövzu nə idi? İmam Hüseyin əleyhissalam Allahdan dünyada qorxmağa bizi dəvət edir. Ki, axirətdə bu qorxunu yaşamayaq. Və qiyamətin qorxusu daha təhlükəlidir. İnsan dünya qorxularına sinə gələr, təki axirətin, vəhşətin qorxusunu yaşamasın. Çünki hədislər deyir ki, axirətin qorxusu, qiyamətin qorxusu o qədər dəhşətlidir ki, ana süd verdiyi körpəsini qoyub qaçar. Yəni, hərə öz başının çarəsində olacaq. Da heç kimi aman verə bilməyəcək. Heç kimin dadına yetişə bilməyəcək qiyamətdə. Bəs ilahi qorxu, ilahi vəhşət nədir? Əlbəttə, burada biraz izah verək ki, Allahdan qorxmaq deyərkən, əznəuzubillah, estağfurullah, Allah zalim deyir ki, Allahdan biz qorxaq. Allahdan qorxmağın mənası budur ki, Allahın əzəmətinin müqabilində təzim eləyək, çəkinək. Necə valideynin əzəmətinin müqabilində biz çəkinirik, müəllimin əzəmətinin qabağında biz çəkinirik, yəni özümüzü yığışdırırıq onun ehtiramının xatirinə. Ata-ana uşağın qatili deyil ki, uşağına zülm eləyən deyil ki, uşağına cəza kəsən tərəf deyil ki. Sadəcə onun əzəmətinin müqabilində evladlar ata-anaya ehtiram göstərir, ondan qorxur, ondan çəkinir, əzəmətinin müqabilində. Bu cür də Allahdan qorxmaq. Bəs Allahdan qorxmağın nişanələri nədir? Hansı səbəblərdir, hansı sifətlərdir insan hiss edir ki, bəli, mən Allahdan qorxuram. İmam Musa ibn Cəfər, İmam Musa Kazım əleyhissalam Hişama bir dənə vəsiyyətnamə yazmışdı. Həmin vəsiyyətnaməsində Həzrət buyurur, La yakunu ahadun kəzalikə xaifən illə mən kana qavluhu li fə'lihi musaddiqan və sirruhu li alaniyyəti müvafiqən. İmam Hüseyin Kazım əleyhissalam buyurur ki, bəşərdə belə bir insan yoxdur. Heç bir insan bu cür deyil ki, qorxa bir halda ki, sözü əməli ilə uzlaşa, əməli sözü ilə bərabər ola və gizdindəki halı ilə aşkardakı halı bərabər olar. Yəni, qorxan adamın nümunəsi budur. Əgər bir adam bu cür döysə, mümkündür ki, o adama deyək ki, biz o Allahdan qorxandır. Bir adamı görsək ki, danışır, amma əməl eləmir. Bir adam haqqa dəvət edir, amma özü haqq yolunda deyil. Bir adam ədalətdən danışır, amma özü ədalətli deyil. Bunun göstəricisidir ki, bu adam haqq yolunda deyil.
Bu düz yolda deyil. Və yaxud gizlini ilə aşkara eyni cür deyil. Gizlin, görürsən ki, aşkarda oldu, mömindir. Təsbih əlindən düşməyəcək, zikr dilindən düşməyəcək, başını yerə tikəcək, Subhanallahla, Əstəğfirullahla yol gedəcək. Elə ki, fürsət düşür gizlində, hər nə günahsın edir. Allahdan çəkinmir, Allahdan qorxmur, Allahdan həya eləmir. Onun haqqını alır, bunun malını qəsb eləyir, onun namusuna kəc baxır, ona yalan danışır, buna böhtan vurur, ona qeybət eləyir. Mənası budur ki, bu adamın Allahdan qorxusu yoxdur. İndi, əzizlərim, gəlsin əyninə, dindən libas giyinsin. Bizdə bir söz var, Qurandan paltar giyinsin əyninə. Danışanda ayə danışsın, hədis danışsın, bu adamın Allahdan qorxusu yoxdur. Bu adam ən təhlükəli adamdır. Bu adam hər nə söz eləyə bilər. Bu cür adamlar, bir adam ki, Allahdan qorxmur, o adam hər şey eləyə bilər. Bəli, İmam Hüseyin Kazım əleyhissalam deyir ki, Allahdan qorxmağın nişanəsi budur. Gizlini ilə aşkarı bərabərdir. Necə ki, o aşkarda naməhrəmə baxmır, gizlində də o heç vaxt naməhrəmə baxmaz. Heç kimin namusuna kəc baxmaz. Necə ki, məsciddə yerdə məsələn bir telefon qalıb götürüb qışqırır ki, ay cəmaət burada telefon qalıb, o hələ xəlvətdə, gizlində, meşənin ortasında da bir dənə telefon görsə, onun əlini uzatmayacaq. Çünki orada bilir ki, Allah məni görür. Heç kim burada görmür. Mən cəmaatın malını götürə bilmərəm, yiyə bilmərəm, mənimsiyə bilmərəm. Bu, Allahdan qorxmağın nişanələrindəndir. Quran-ı Kərim buyurur, ya'lamu sirrakum və cəhrakum və ya'lamu ma təksibun. Allahdır ki, sizin gizlinizi də bilir, aşkarınızı da bilir, niyyətlərinizi də bilir və nə əldə etdiklərinizin hamısını da bilir. Nə əldə eləmişsiniz, pulu hardan qazanmışsınız, harda xərcləmişsiniz, necə qazanmışsınız, necə xərcləmişsiniz, hamısını Allah bilir. Gizlində necəsiz, nə düşünürsünüz, fikirlərinizdə nə keçir, yaxşı iş görürsünüz. Zahirən budur ki, cəmiyyətin içində düşmüsünüz, yaxşı işlər görməklə məşğulsunuz. Amma məqsədləriniz nədir, niyyətləriniz nədir? Bunları ki, Allah bilir. Mümkündür, mən insanlara azdıraram, fikirlərini yayındıra bilərəm. Zahirdə mən Allah üçün iş görürəm deyə bilərəm. Amma həqiqətində Allahın dərgahında əməllər bu cürdürmü? Allahın dərgahında mən nəyisə aldada bilmirəm. Çünki Allah buyurur, mən sizə şah damarınızdan da belə yaxınam. Ona görə qorxu çox əhəmiyyətli bir məfhumdur. İnsan Allahdan qorxan yaşamalıdır. Bir nəfər Allahdan qorxan yaşasa, fikri, zikri axirət olacaq. Peyğəmbərimizin zamanında Bədir müharibəsi idi. Bədir müharibəsində bilirsiniz, İslam çox az şəhid verib. Bədir müharibəsində iki qoşun üz-üzə gəldi, küfr qoşunu ilə İslam qoşunu. İslam qoşununda cəmi 313 nəfər var idi, küfr qoşununda 1000 nəfər suvarı var idi, nizami ordu var idi. Və küfr qoşunu tərəfdən təklif gəldi Peyğəmbərimizə. Dedi, 3 dənə cəngavər çıxart, biz də 3 dənə cəngavər çıxardaq, döyüşsünlər, hansı qalib gəlsə, o tərəfdə qalibdir, day cəmaatı qırdırmayaq. Bilirsiniz ki, Həzrət Həmzə və Həzrət Əli əleyhissalam Bədirdə çox böyük şücaət göstərdilər. Küfrün o ən belə böyük başlarını kəsib yerə qoydular və İslam qələbə çaldı. Ona görə müsəlmanlar çox şəhid verməyiblər. Amma Bədir savaşı başlamamışdan biraz qabaq. Orada bir nəfər şəhid olub. Elə ki, döyüş başlamamışdı, bir nəfər cavan Peyğəmbərin qoşunundan getdi Bədir quyularından su içməyə. Bədir quyularını düşmən bağlamışdı. Bu həmin Muaviyə, həmin Yezid, həmin Əbu Sufyanın yolun gedirdi ki, necə Əbu Sufyan Bədirdə suların qabağını bağlamışdı, Yezid də gəldi Kərbəlada suyun qabağını kəsdi də İmam Hüseynə qarşı.
Bunlar eyni düşüncəli bir sülalədir. Bəli, bu şəxs bir cavan idi, getdi, suzulmuşdu ki, Bədir quyularından su içsin. Bunu oxla vurdular, şəhid elədilər. Amma hələ müharibə, döyüş başlamayıb. İndi qayıdırlar Mədinəyə. Bu şəhidin, bu gəncin atası da dünyasını dəyişmişdi. Bir anası var idi, bir bacısı var idi. Deyir, anası gəlib Mədinə darvazalarının qarşısında dayanıb, buna xəbər çatıb ki, oğlum müharibədə ölüb, amma şəhid deyil, çünki müharibə başlamamış ölüb. Döyüşdən öncə ölüb. Ana çox narahat olub. Gözləyir ki, Həzrət Rəsulullah gəlsin, əziz Peyğəmbər gəlsin. Peyğəmbər Əkrəm gəldi, Peyğəmbər Əkrəm Mədinəyə daxil olan kimi o ana qarşıladı Peyğəmbəri. Ya Rəsulallah, sənə bir dənə sualım var. Oğlumun öldüyünü eşitmişəm. Sənin yanındaydı, Allah yolundaydı, mən narahat deyiləm. Sadəcə, ya Rəsulallah, mən bilmək istəyirəm, mənə bəzi xəbərlər gəlir çatır. Oğlum şəhid oldu, yoxsa şəhadətsiz dünyasını dəyişdi. Peyğəmbər Əkrəm burada, vallah, huvə fil firdevsil ə'la. And ola Allaha, o cənnətin ən yüksək zirvəsindədir. Bir dəqiqə, o şəhid olub, o haqq yolunda evdən qədəm götürüb, hətta yolda da ölmüş olsaydı, o şəhiddir. Ana narahat oldu. Ananın cavabı oldu. Dedi, ya Rəsulallah, Allaha şükürlər olsun, Allaha həmdlər olsun. Mən indi aram oldum. Oğlunun şəhadətini eşidib ana. Deyir, amma mən indi aram oldum ki, oğlum haqq yolunda, Allah yolunda şəhadətə yetişdi. Bu bir insanın nümunəsidir ki, bunun qorxusu, bunun düşüncəsi, bunun fikri, bunun zikri yalnız və yalnız Allahdır. Allahdan başqa bir şey narahat etmir bunu. Allahdan başqa bir şey üçün qorxmur. Ona görə də İmam Hüseyin əleyhissalam vurdu ki, insan əgər dünyada Allahdan qorxan olsa, onun axirət qorxusu olmayacaq. Və la xovfun aleyhim və la təhsəmun. Onlar üçün axirətdə nə qorxu var, Quran buyurur, nə hüzün var, kədər var, qəm var, çox aramdılar. Amma hər kəs dünyada hər şeydən qorxa, amma Allahdan qorxmaya, onun mütləq odur ki, axirətdə qorxusu olacaq və heç bir əmniyyəti olmayacaq. Allahın verək izzətinə, cəlalına, əzəmətinə Allah mütəal bizləri din-i İslamidə, bu əqidədə sabit qədəm qərar versin inşallah.